Kişi öz götünə hərəkət edir. Kişi onun götünə hərəkət eləməz. Qəhbəvalar. Elvira, mənə yaz. Lişdi mənim payıma var yox söyüşü qoyuram. Kimin sənə 19 santimetrimi şəklini çəkib sənə atmasam, mən respublikanski peysərəm. Yaz səkat mənə. Yaz mənə. Bax ha Elvira, gör sən nə deyirəm. Öpürəm səni. Sən onu niyə edirsən ki? Birinci insanlar düşünsün ki, sən əgər qadınsansa, o qadındırsa. Bir dəqiqə bunu sata baxmalar aşağılar. Mənim bacısı kim demişəm, sən hələ mənə yazmısan. Qadınsansa sən bir kişinin gedib onun videosuna baxıb, niyə baxırsan o başqa bir kişinin sıxoy vurmaq videosuna? Nurlan vermiş həmin modsan, brat. Maya 50'e verim. Sonra Səadət, oy belə, Səadət. Səadətnaməyə bir yəni şəhadətnamə gətirək. Necə lazımdır. Deməli bu qəhbə başı Səadət. Hani o qancıq. Onun bir dənə də qəhbə anası var. Özü birisi Azərbaycanda 70% gözəllik salonları qəhbəxanadır. Azərbaycanda 70% qəhbə ilə mənə bax, gör necə baxır atdan mənə. Anası sişdiyimə bax, gör necə atdan mənə baxır. Anamı sikim Ləman, anamı sikim. Sənin anamı sikim Ləman. Xəstədir. Sənin üstüvə işləyərəm bilərsən nə var nə yox Ləman. Şəklimi çıxardım üstüvə işləyərəm Ləman bilərsən nə var nə yox. Qəhbə başı. Mənə deyirsən xəstə. Anamı sikim sənin Ləman. Mənə deyirsən xəstə. Qəhbənin qızı qəhbə. Babaşın bütün poxlarını ortalığa sən qoymuşdun. Anamı sikim səni. Anamı sikim qəhbənin doğduğu. Bax bura. Bax bura sikim sənin doğanlığın ağzını. Gəl bura. Divara şişənməmalı sikim sənin. Gəl bura. Birində həcci belə tunlandığı yerdə gedib başı girəcək, bar yazılı düşəcək. Qəhbə balası. Gəl bura. Gəl bura. Ləmanın Babaş haqqında dedikləri gizli həqiqət. Babaşın əslində realda kim olduğunu deyir Ləman. Babaşın əslində realda kim olduğunu. Bu toppuzamı səni büzüşmüş poxlu götürüb bırak. Quru çatladım sikim səni Ləman. Gəl bura. Bundan lazım. Mən sənin yerdə olsaydım 5 ildir buradayım. Bir də özümü ünitaz aldıra bilməmişəm. Çünki mən qadınlığımdan, səndə olan naz, səndə olan potensial, səndə olan şey hələ bizdə yoxdur. Özünü yalandan canlıda artistliyə qoyursa, gəlirsən qıraqda yemədiyin poxlar qalmayıb. Artist, millətin göz açılsın, səni kimisinə az dəstək olsun. İçi mən qarışıq, mən üzülüm istədim xalqımdan. Amma içi mən qarışıq sənə dəstək olan Qurana and olsun da sənin ağlındadır. Yaxşı? Elə sənin ağlındadır. Uşaq cəmaat gözünü açıb, narahat olma. Sən yavaş-yavaş ölüb çıxıb gedirsən. Mahir çox. Cəmaatın uşaq gözü açılır. Millət çörək ağzındayım. Sənə insanlar dəstək olduqca qudurursan. Cəmaat zəng gelir canlıda. Sən belə toxsan, cəmaat nə qədər? Kim sənə tula? Kim sənə sən? Zar ağrı. Ürəyimə dərdinə biri çıxıb bunun ağzına pox qoymur, gözümü yığışdı. Anamı sikim mən pox qoyuram da bunun ağzına. Anamı sikim Ləman, anamı sikim. Anamı sikim mən pox qoyuram da ağzına. Niyə sən ərtərtmirsən? Qəhbə qızı qəhbə. Səni götürü sikim mən quru belə. Bir həftə tualetə gedəndə tırğa gedəsən. Qızımı söymişdi sənin baboş. Qızıma bəd qarğış eləmişdi sənin baboş. Nə demişdin gör baboşa? Bax. Babaşa demişdin, ona tərəf tutan, onun dəstəkçiləri, ona hədiyyə atan babaşa sən nə demişdin? Nə demişdin? Bax. Sənin biləcəm. Onun tərəf duranlar da var ha. İnzibiliyə, deməli qanımızda deməli qanı var. Çünki körpəyə qarğış edən adama tərəf durursuzsa, Allah bəlanızı verəcək. Onu sikim. Götürlərəm. Götdən peyvənd eləyəcəm sizi. Uşağın nə günahı var? Petuq. Abbas kişiydi, babaş kişiydi. Anamı sikim, babaş kişiydi. Buradan sənə mən deyirəm. Açıq aşkar edirəm düşmənçiliyimi. Sənin səhifəmi mən bağlatdıracam. Səhifəmi bilmirəm. 1 aya, 2 aya. Səhifəni bağlatdırdın, sözün yiyən qəhbə. Rezindən eləyə bilərəm, rezindən. O rezin çatdıran... Babasının götündən öpürsən, Ləman. Petuq pulu ilə balavlı böyüdürsən. Anavızı sikim. Petuqdan gələn xeyirlə böyüyən bala xeyirli övlad olar. Qəhbə tayfası. Ha? Allah. Qırılma. Zirəli qaqaş, mən də söz söyləyəcəm. Yalansa mən də sənin anamı sikim. Zirəli mən dönər peysər çıxartmışam, hələ mənə yazmır.
Yəni anavı sikim. Elə oldu ya mən təkidlə şey istədim. Gözümə. Özü rezil. Baboşun cırıqları gəlib bura. Deyir Baboş səndən yaxşıdır. Məsuliyyət yalnız özü daşıyır. Ha, baxın Mən yenə qəhvələrə. deyirəm, rezinə etiraz edirəm, yenə də rezin Eski bağladı rezin qatı Qandon, əski, canlı yayınbaqadan söhbətə baxın da. Bunun içini sikim mən. kanadı. Qanadı, gördünüz? Bu da əxlaqlı yayım. Ha? Qanadı çıxdı, qandon rezin. Yenə rezin. Ha? Bu da kişi. Sənin kişi var yoxumu sikim baboş. Sən kişi, qəhbənin balası. Sikimin başı. Bax səni belə sikən yerdə mama belə eləyəsən. Səni belə sikən yerdə eləyəsən. Maması cırıq. Maması cırıq. Elədən sənə izah elədim, yenə dəyəcək burnu var. Görürsünüz? Bağladı iplə. Görürsünüz? Bəli, mənim ipim yoxdur. Rezi bağladı. O yerə Sikim bunun için, bu da əxlaqlı yayın. Millətə petuqluğu təbliğ edirsiniz. Qəhbə tayfası. Anavızı sikim. Bacınızı sikim. Çoxdan da ehtiyacı var. Ala, mis sikimin başı, siktir burada. yazıqsan dəyəcək yenə. Səni yazıq götüfə çaxın mən Ləman. Qəhbə tayfası. Bu da Azərbaycan kişisi. Ha? Bu da Azərbaycan kişisi. Bu da Azərbaycan kişisi. Sortumuzu sikim. Bu da Azərbaycan kişisi. Bunu Azərbaycan kişisi deyənin var yoxunu sikim mən bir kişi olaraq. Anavızı sikim sizin mən. Sabahları deyirəm. Bunların şəklini çıxardacağım. Anası sikim 5 euro edir. Var yoxunu sikim deyirəm 5 euroya qədər. Sabah mən də çıxardıb onları var. Kanalizasiyanın içində şəkillərimi çəkib paylaşacağam. Qəhbələr bu. Orxan təzə çıxmayıb qaqaş. Bu mənim yayınımda qaqaş qonaqdır. O yəni həmişə olubdu. 4-5 ildə ən azı belə yayınlar açır. Prosta az keşfətdə az olur deyə görmürsüz. Hala bu. Səadət qəhbəsi. Ayşe sen canıma harcasa ben oyna diyorum oynayayım. Bıcırıq. Bunun 3-4 dənə lüt şəkilləri var idi. Mən pozdurmuşam. 3-4 dənə lüt şəkilləri. O şəkilə baxan kimi adamın belə sikim. Xoş deyil, get sikdir da buradan da qardaşımsan. Bas da. Vid vermədən qoy siz sikim bu qəhbə küpələrə vid vermək. Qoşa gün vura seks gedir. Görməyənlər Seks çıxsın qədər. girsin təzədən. Hə. Nəysə. Sözüm onda yox. 11-də keçəcəm 12. Yalansa anamın ürəyini sikim. Qəhbə balası qəhbə. Səadət bir-iki dənə lüt şəkilləri fotosesiyası var idi. Amıncığı qalmışdı çöldən. Mən sildirdim o şəkilləri ona. Qəhbə balası yenə başladım göbayasıq şəkillər paylaşmağa. Baxın. Göbayasıq şəkillər paylaşmağa. Ha? Wenn du so bist wie ich und sonunda kimsenin iyileştiremediği ama Baba, göbayasıq video paylaşmaq, yəni nəyə dəlalət edir? Göbəyimə boşalın deyir. Ananızı sikim, bu petuqları bizə niyə Azərbaycan kişisi kimi tanıtdırırsınız? Ləman, qulağımı şişim Ləman. Bu petuqları bizə niyə Azərbaycan kişisi kimi tanıtdırırsınız? Sako bibin quzunla telegramda ifşalarım çıxsın. Anavı sikim, Sako, anavı sikim, qəhbə balası. Özə bileyim. Bu qəhbə Səadət. Bu cırığa bir dənə gizli bir fakt hazırlayın. Dünya qəhbəsi. Hanı anası sikdiyim dünya? Canım. Ayakkabı ipi var ayakkabı. Qaqaş, Bu sata dünya- baxıram, burada səni tanımayan bizdən nə qədər adam var, Murat. Onlar üçün sən pizdec maraqlısan ha. Bax bu plasmas göt var ya, bu plasmas göt deyirəm mən buna. Hara baxsa götü göstərir. Ben senin yerimde olsam. Sen kimsin Buna bak. benim yerimde olacaksın? Sos qağız. Buna bax. Hara baxsa götün göstərir. Hara baxsa götün göstərir. Sənin plasmas götü və mənim belə boksyor sikim. Qəhbərin doğduğu. Ananı sikərəm sənin dünya. Sən bir də. Ne deyən lan? Boksiyor neydi?
Hem de yanında bu için sikime. Yoksa dururum da bu için sikimi öldürme da kaybedemeyeceğim. Ha, plasmas göt. Sen plasmas göt ve mənim boksyor sikim. Görsən nə deyirəm, qəhbərin dölü. Sen bir de taşarsan mənim sırası kaydı sildirdiniz, sırası kaydı sildirdiniz. Sikerim ha sen o qəhbə. Sikerim səni. Bir de sen benim mağazımı alasan, sen Yoblum var idi, o Hüseyin. O Hüseyinin sinif yoldaşı benim dostum olur. Sikerim sizi. Balaları. Soğun içimizə. İçivə. Sıx içivə. Sox yox ha, sıx. Deməli bu qəhbənin balası xırtdıya kimi kredit borcunun içindədir. Sako bunu siktir elində göt baş elib, götü ilə başını bir elib bıraxanda bayıra gedib Türkiyədə özünün gücündən yıxdırdı. Neyse bu qəhbənin balası xırtdıya kimi kredit borcunun içindədir. Getdi biraz Arif Bakinski'ne sikişdi yayımlarda. Gördü ya odur performans odur. Neyse, indi bu qəhbənin balası səadətə demək istəyirəm. Mamış baş, baxarsan bu kaydaya başa düşəcəksən. Bu günləri baboş biraz dünyaya şey eləmişdi ki, dava həcci siklə, dörtlüyə gətirəcəyik zat. İndi planda var ki, səadəti siktir eləsinlər, dünyanı gətirsinlər səadətin yerinə. Yəni organizatorluq edib baboş olacaq. Baboş da biraz dünyanı qımışdırıb. İndi 1-2-3 gündən sonra bir dənə pox salacaqlar, səadəti siktir edib dünyanı gətirəcəklər. Çünki nəyə görə? Dünya xırtdaya qədər borcun içindədir. O plasmas götünü dəmirdən sik geçirməz tursik geyinəcəklər ki, bunu götün dağıtmasınlar. Sənin ağzıva mənim krateyi sikim. Qəhbənin balası. Çox pox püsürləri dedilər. Qaqa boksyor protez oldu Murat. Ay ağzını sikim bu qədər. Qəhbənin balalarını sikərəm. Plasmas. Nə olur ki, bacıva girim. Sənin evində olanlarıva girim. Yaxşı mı? Mənim moderatorlarım da mən kimi şişirlər da. Bir dəqiqə dayandı bu sikim mən. Hə. Deməli, sənin bir də sikim. Əgər sikim sənin doğanın lazım, qəhbən balası. Çaşarsan bir də mənim adım ağzı alarsan dünya. Sənin o balaca dünyavı sikə-sikə galaktika eləyərəm. Eşitdin məni? Qəhbənin doğduğu. Bu elə belə sənə bir də... Amçı. Yox. Neyse. Hə, Sako, nə başı sikim, nə başı ağrıdım. Qəhbənin balası. Sabahda sənin materiallarına başlayacaq. Növbətdə də sənin materialların, Zeyno ilə bağlı olan materialların. Buradan tanıdığım ətrafıma səslənirəm. Birisi qızın ağzına boşaldığım Sakoya görə heç kim mənə sevəcə çıxmasın. Hələ ləmanı demirəm. O qəhbə Petuğu bizə Azərbaycan kişisi kimi tanıtdıran Lemanın, ay bu Leman ne olur ay Leman, senin o iyiləmiş götünün arasında sikiyim mən bilət. Qəhbənin balası. Sikərəm səni Leman. Səni pis sikərəm. Səni o qədər sikərəm gecə səhərə qədər. Adını səhər məndən o öyrənərsən ki, sikim mənim adım nə idi? Səni bax elə sikərəm. Nə başa düşdüm? Qəhbənin dölü. Sikilmişlər. Oy belə. Dəli oldu. Boşala bilmədin da deyəsən. Nəsə yaman uzun oldu bu dəfə. Ananı sikim Sako. Ananı sikim sənin Sako. Benim kızlarım sikim sənin Sako. Dayın kızlarım sikim sənin Sako. Falan kızı sikim Sako. Her bir şeyi sikim Sako. Sako senin anavın ağzını şişim götten boşalsın Sako. Oy belə. Heç siktir öz profilindən gəlib bacıva qoyum. Of. Hələ qalxırsan sən də qalx. Qalx biraz sən də bırax Murat. Həzi yorulub uca. Yoxsa nə? Ağzını sikim yox. Mən boksör sikim fəaliyyətdə. Bayaqdan protezi daxı Murat. Ben ne bileyim, Razmika ile girişmişəm, özdə nəyi var? Deyirəm ki, bazlıqdan qabaq Razmika ilə də belə daşşaq qılandalar, damarları tərpənir. Qəhbə, vay biabırçılıq, analı sikim sən, evdə sənin bağlarıma petuluğu təbliğ edirlər. Qəhbənin balası. 3 həftədir belə diplomatik dildə bunları danışıram. Görürəm bunlara SVTV qanunu kimi sikə-sikə qanunu soxuram bunları. Sikdir eləyin petuqları bu efirdən. Qəhbə balası. Babaşa dəstək duranın bacısı sikim. Babaşa hədiyyə atanın var yoxunu sikim. Babaşa reklam etdirən obyektlər sizi gəzdirəm, ürəklərim, nə olar? Bir dənə babaşa reklam edeyində bir dənə obyekt. Anavızı sikim. Ya reklam verin. Reklam verin mənə. Qəhbə balalar. Ay yox, mən nə Viagra, sikərəm Viagra için. Viagra nədir la? Həcidə Həciyagradır, Həciyagra. Sikim millət. Həzi de görüm kayfı var. Belə canlıda açıq-açıq, rahat-rahat söyüş söyüb canlının getməməyinin.
Bu siz kim bunu da gəlib də sənin canında kayf elimdə özüm. Niyə bunu mənə deyirsən? Gel Murat gel. Prosta burada məni tanıyanlar bilir ki ben söyüş söymürəm. Gidip səni görürlər burada elə bilirlər ki mənəm. Qəhvə Bir basam. də sən profil şəkli götürüm. Gözlə. Yaxşı oğlan. Gəl, bax peysər. Get siktir daha buradan. Hacı bunu da dili asılı. Bu da söyüş saç söymürdü axı. Buna ne oldu? Yaxşı oğlan deyim. Sual verirəm sizə Azərbaycan xalqı. Hansı batsız sikdiyim bunu Azərbaycan xanımı deyər? Bəri başdan deyim. Səadətin amcığı üçün quruqudur. Deyim sizə biləsiniz, parkovka eləməyə yeri yoxdur. Yüngül var deyirəm biləsiniz. Hacı donursan hacı. Səadət yox, heç kim Səadət nə idi? O dünya. Ya bura ağzı sikim bura plasmas tamısı. Siz kim gidip bədən şəkilləndirmə zad eləyib. Baxaçlarım. Nurlan qalx böyürdə dur səndə. Ona ağzını sikim 3 gün kolun dibində elə sikərəm, oğraşdı hətta sivarla çıxar altına. Axşamız deyir. Niyə görünmürsən qaqaş? Nə tərsin, nə var, nə yox? Bomba kimi bura bazdıqdan sonra necə olur vəziyyət? Niyə görünmürsən Nurlan? Mən qaqa, biraz başım qarışır. İnşallah ola bilsin ki, gələnlər xeyriş oldu. Ay, söz deyir. Bimin kızı sikim Sadık. Bimin kızımı atadığın yanında sikim Sadık. Nəslifin bomba şeylərinə qaldırırım dimdik. Mənim ölkəmə petrolu təbliğ eləyənin anasının ciğarını sikərəm. Joker kayıt alırsan Joker. Anne kayıt vaxtıdır, deyib gülük burada kayıt vaxtıdır. Çaban eləyəcəm. Səbirli olun. Sən elə bildim ekrandan mənim üstümə gəlir. Paylaşıb səni tutturub orada. Nəsə çox da qoznayam burada. Mən sizi... Uy belə. Dişidən bularsa... Hə, verəcək mənə Alman polisinə. Alman polisi məni çağırır. Çox səni paylaşıb. Baba ağzı sikib o mənə baxacaq, mən ona baxacam da. Çünki bu anası sikdiklərin biri bir dəfə açıb bir kitabı oxumayıblar. Bir dəqiqə deyəlim. Bu nə eyniyir ama? Evet. Görüntü kimdə itirsə onun internetindəndir. Yəni mənə elə gəlir ki, bizdə problem yoxdur. Ha. Yox, belə normaldır görüntü. Bir dəqiqə deyəm. İlk öncə mən sizə ümumiyyətlə beynəlxalq hüquqi tənzimləmələrindən bir-iki fəsillər gətirmək istəyirəm məsələyə. Onu stat vermək istəyirəm ki, Sadiq İsmayılovun durub mənə iddia qaldırır ki, bu, nə bilim, şikayət olunacaq, nə bilim, deport olunacaq. Mən bəzi məsələlərə müntəzəm olaraq və mütəmadi olaraq bir neçə aydınlıqlar gətirmək istəyirəm. Əgər mən canlı yayımda və yaxud da ki, sosial mediada öz hesablarımdan Sadiq İsmayılovun ünvanına təhqiramiz ifadələr səsləndirirəmsə, Sadiq İsmayılov bu hallarda hansı tədbirləri görə bilər? Sadiq İsmayılov yalnız və yalnız onlayn qaydada Miqrasiya şöbəsinə, Miqrasiya agentliyinə və yaxud Miqrasiya xidmətinə, eləcə də UNESCO-ya elektron müraciətlər eləyə bilər və elektron müraciətlər mənim olduğum ştat üzrə polis mərkəzinə yönləndirilə bilər və bunun nəticəsində polis məni termin, yəni görüş verib görüşə çağıra bilər ki, siz sosial media hesabında filan şəxsi təhqir etmişsiniz. Mən də orada beynəlxalq hüquq tənzimləmə